Əziz dinləyicilər, keçən videolarda olduğu kimi bu videoda da balaca bir mətnlə müsahibəyə başlayacağıq. Bu günlər çox önəmli bir toplumsal və siyasi hadisə ilə üz-üzəyik. 1403 İran rəis cümhur seçkiləri yaxınlaşır. Bu dəfə Türk kökənli bir Azərbaycanlı olan Məsud Pezeşkiyan adayların arasındadır. Bildiyiniz kimi, son 100 ildə mərkəzi hakimiyyətlər Azərbaycanı siyasi cəhətdən zəiflədib, siyasi gücünü alıb və onun siyasi mərkəziyyətdən çıxmasına səbəb oldular. Amma bugün rəis cümhurluq adayının Türk olması, Azərbaycanlı olması Azərbaycanı siyasiləşməyə doğru götürməkdədir. Bir tərəfdən də devlətin baskılarından dolayı gələcəyə ümidsizlik var və insanlar seçkilərə qatılıb-qatılmamaq konusunda, məsələsində qərar verməkdə çətinlik çəkirlər. Bu vəziyyəti düşünərək Azərbaycan Civic Nation ilə ətək yazıb, ortaq bir proje ilə Azərbaycan məsələləri ilə uğraşıb, bu haqda fikirləşən və araşdırma aparan insanları bir araya gətirib onların fikirlərini öyrənmək istəyir. Təbii ki, burada məqsəd insanları seçkilərə qatılmağa ya da qatılmamağa təşviq etmək deyil. Yalnız məsələ duruma açıqlıq gətirmək, məsələnin müxtəlif yönlərinə işıq tutmaq və mübahisə yaratmaq hədəfdir. Yetər ki, Azərbaycanlılar öz məsələləri haqqında düşünsünlər və mübahisəyə yol açılsın. Bugünkü qonağımız sosioloq Ramin Cabbarlı və memar və aktivist Səməd Purmusəvidir. Əziz Ramin bəy və Səməd bəy, xoş gəlibsiniz. Mən iki dənə sual soruşacağım. Birinci suala başlayıram. Öncə Ramin bəy, sizlə başlayaq. Azərbaycanlıların və türklərin açısından bu seçkilərin keçmiş seçkilərlə intihabatın, keçmiş intihabatlarla seçkilərlə fərqi nədir sizcə? Salamlar Lara xanım, Səməd bəy, xoş gördük sizi. Bu seçkilər, obru seçkilərə bənzərlikləri də var, bənzər olmayan yönlər də var. Bənzərliyi, misal üçün, insanların çox da seçkilərə iştirak etməyə meyilli olmamasıdır məncə indiki dönəmdə. Bu qarşıdakı günlərdə fərqlənə bilər, özəlliklə münazirələrdən sonra məsələ biraz fərqlənə bilər. Azərbaycanlılara gəldikdə və Azərbaycan türklərinə və Azərbaycan bölgəsində yaşayan insanlara gəldikdə, təbii ki, bir sıra özlərinə məxsus problemləri var. Bir sıra problemlərdə zaman darlığı məsələsi var. Yəni, bir sıra problemlər daha erkən həll olunmalıdır məncə, özəlliklə Urmu gölü məsələsi. Və bu çevrə məsələsi təbii ki, Azərbaycanın çevrəsini eyni halda da köçə və bir çox xəstəliyə səbəb olduğu üçün bunun ictimai, siyasi nəticələri də olacağı üçün bu məsələ ilə bağlı Azərbaycanlıların ciddi şəkildə məncə düşünməsi lazımdır və düşünüb qərar vermələri lazım, özəlliklə seçki məsələsində. Və əsas düşündükləri məsələdən biri öz daha çox perspektivlərindən məncə bu seçki məsələsinə baxmaları gərəkir. Misal üçün, bir sıra diskurslar var, təkrarlanır daha çox mərkəziyyətçi müxalifət və mərkəziyyətçi müxalifətin mediası tərəfindən. Misal üçün, seçkilərdə iştirak etməmək səbəb olacaq, rejim məşruiyyətini itirəcək və yıxılacaq. Belə bir bağlılıq yoxdur. Yəni, bir çox diktatorluqlar seçkilər olmadan belə davam edir, hələ iştirakın azlığı qalsın bir tərəfə. Başqa bir daha çox təkrarlanan məsələ budur ki, sanki içəridə sosial hərəkət biri var, yəni bir ictimai cəmiyyət, bir toplumsal hərəkət var və D-dən başlayır, 96-nın D-dən, sonra 98-in A-banından, sonra qadın yaşam azadlıqla bu hərəkət davam edir və bu davam edəcək, getdikcə böyüyəcək və İranda inqilaba səbəb olacaq. Təəssüflə o xəbəri deməliyəm ki, elə bir bağ yoxdur onların arasında. Çox haqlı etirazdılar onlar, çox haqlı etirazdı hamısı, amma etirazın olması sosial hərəkətin varlığı anlamında deyil. Yəni, etirazın olması bir üsyanın hər hansı bir hadisəyə, benzinin qiymətinin artmasına, başqa bir baskılara reaksiya olaraq, insanların ani olaraq təpki verməsi hələ onların hər hansı bir sosial hərəkat və ya ictimai cəmiyyət yaratdıqları anlamına deyil. Bunlar daha çox üsyanlardır
və onların arasında hər hansı bir orqanik bağın olduğunun şahidi deyilik. Yəni bu şəkildə də rejim yıxılmayacaq. Və görünən budur ki, biz indiki vəziyyətlə təəssüflə davam edəcəyik. Yəni ürəyimiz istəməsə də bu vəziyyətlə davam edəcəyik. Və indiki vəziyyətdə nə etmək lazım? Urumqi məsələsinə, sonra bizim diskursun, milli diskursun İranda, yəni Qoftamanın İranda daha güclənməsi ilə bağlı nə etmək lazım? Bu kontekstdən məncə baxmaq lazım. Yəni təbii ki, burada islah tələb və ya reformist, usulgərələr falan məsələsi deyil. Burada Azərbaycan məsələsinin perspektivindən baxmaq lazım və bu seçkilər hansı fürsətləri verə bilər, hansı fürsətləri verə bilməz. O əsasda qərar verdikdən sonra məncə hər hansı bir səs verib verməməklə bağlı da bir qərarın gəlməsində fayda var. Yəni əsas çevrə məsələ, bizim diskurs məsələmiz, yəni Azərbaycanlılıq və Azərbaycançılıq məsələsi və onun mənfəətləri əsasında bir o çərçivədən baxmaq lazım və o mərkəziyyətçi diskursun söylədiklərinin gerçəkçi olub-olmadığını məncə düşünmək lazım. Səməd bəy, siz bu eyni sual haqqında nə düşünürsünüz? Yəni Azərbaycanlıların və türklərin açısından bu seçkilərin keçmiş seçkilərlə fərqi nələrdir? Çox sağ olun, mən də salam deyirəm əziz Rami bəy Cabbarlı, Lalə xanım sizə və bütün dinləyicilərə. Mən də yəni elə həmən düşünürəm ki, genel götürəndə bu özəlliklə qadın yaşam azadlıq hərəkatından bu tərəfə İran milləti məyusdur biraz. Azərbaycanda baxanda bu məyusluq bəlkə biraz uzun sürəli bir məyusluqdur, yəni siyasi bir susqunluq var. Son 20 ildə bu yaşıl hərəkata qatılmamaq, bənəfşə hərəkata, başqa boyalara qatılmamaq və hətta bəzilərinin zənnəcə bu hakimiyyətə qarşı hərəkətlərə də Azərbaycan türkləri az qatıldı ya yetərincə qatılmadı. Bunun təbii ki, hətta düz olmasa belə, yəni məntiqli nəzər gəlir, çünki baskılara baxsaq, bu tutuqlananlara bunu bilərik ki, bu təbiidir. Amma bu dəfə bu seçkilərə gəldiyində ən əsas fərqlərin birini mən özəlliklə Azərbaycanlılara bu fərq və onu bu seçkiləri fərqli eləyən, kompleks eləyən, peçidə eləyən tək şeyi Pezeşkiyanın kandida olması görürəm. Pezeşkiyan çox vəcli, çox boyutlu bir karakterdir məncə. Yəni həm bir tərəfdən rəhbərlik, vilayət fərqi və inqilaba çox vəfadardır. Bir tərəfdən islah tələbdir və bir tərəfdən də türkdür. Yəni Azərbaycan türkdür. Bu islah tələbliyi, rəhbərliyə, yəni güc qaynaqlarına, hakimiyyətə yaxın olması biraz daha millətə biraz aydındır ki, o daha çox rantlardan da yararlanmaq deyil, yəni o Pezeşkiyan karakter olaraq güclü olmaq istəyir, güclüdür. Və həm də görünən odur ki, bu onun keçmişindən baxmaq, bilmək olur ki, görünən odur ki, bu gücü təkcə öz üçün də deyil, yəni türklərə də istəyir genəlliklə. Yəni onun türk olması bəlkə də öz-özlüyündə əhəmiyyətsiz ola bilərdi. Yəni, amma sayacağım bu bir sıra məsələlərə görə bilərsiniz ki, yəni türk olmaq Pezeşkiyanda əhəmiyyətsiz deyil. O, yəni bəlkə də türkləri güclü görmək istəyir. Sanki qüdrət və etnik kimliyin münasibətini dərk etmiş birisidir məncə. O fərqli, yəni İran hakim elitinə mənsub türklərdən deyil, Xamneyi deyil ki, məsələn, türklüyü yalnız evlərdə istəsin, ata-ananın uşaqları ilə türkcə danışmasını istəsin. Amma onlarda yəni türklük əhəmiyyətsiz ola bilər. Amma bu elə yalnız bir nümunə Pezeşkiyanın bu türk olması, necə aktiv bir türk olmaqdır, necə ictimai-siyasi bir karakterdir onda. Onu şeydə görmək olar, bu İran məclisindəki türk fraksiyonu yaradanda bu baxışını öyrənə bilərik. Bilirsiniz, yəni məclisdə fraksiyonun rəisi idi, bir 100 kişilik türk nümayəndələrin yəni bir araya gəlməsi ilə qısa müddətli yarandı. Amma mənim baxışımdan bu etnik mənsubiyyət əsasında bir fraksiyon yaratmaq və ya türk olmaq əsasında
bir fraksiyon yaratmaq çox önəmli və qərib bir hadisə idi İranın və özəlliklə Azərbaycan türkləri və ümumi türklərin siyasi tarixində. Çünki bu etnik mənsubiyyət siyasi olaraq məqbuliyyət qazansa bu İranda, o elə onlara kültürel və iqtisadi gətirilər də olacaq. Yəni bunun bəlkə biraz buruşuqluğunu, bəlkə bu haqda tekstimiz azdır, buruşuqluğunu anlamaq çətindir, yəni tezdir. Amma gələcəkdə bu sayaq fraksiyonların nə qədər zəruri olmasını və iqtisadla və mənafeyinin qorunması ilə ilgisini öyrənəcəyik və mən elə bilirəm gələcəkdə də bu fraksiyon məsələsi bir nöqtə kimi bizim zehnimizdə canlanacaq və biz bu dalğasını tutacağıq bu işlərin, bu sayaq işlərin. Onun üçün yəni mən elə bilirəm ki, bu belə baxanda Pezeşkiyanın olması məsələni biraz buruşdurur, peçidedir və görünən belədir mənim nəzərimə ki, hələ Azərbaycan türkləri və milli hərəkat insanları o qədər də kəsin qərar verə bilməyiblər. Yəni bu peçidəlik haqqında ona görə anlaşılandır da yəni. Ramin bəy, peki bu dönəm seçkilərdə səs verib-verməmə məsələsinə necə baxırsınız? Sizcə Pezeşkiyanın türk olması önəmlimi, deyilmi? Səs verilməlidir yoxsa yox? Bilirsiniz, yəni Pezeşkiyanın türk olması o baxımdan önəmli ki, Pezeşkiyan İranda etnik ayrı seçkiliyə qarşıdır, o baxımdan önəmlidir. Mirhüseyn Musavi də türk idi, amma türklüyü Pezeşkiyanın önəmli olduğu qədər önəmli deyildi. Başqa türk olanlar da keçmişdə olub, amma Pezeşkiyan bir çox məsələləri İranda etnik ayrı seçkiliyin olduğunu qəbul edir, onunla bağlı danışır. İrandakı inkişafın, gəlişimin, tosənin napaydar olduğuna işarə edir, yəni dayanıqsız olduğuna işarə edir və onunla bağlı münazirələrdə də, keçmişdə olan münazirədə də danışıbdı, amma bu dəfə də seçki kampaniyasında TV-də olan çıxışlarında danışır ki, İranda nədən bizi İsfahana, başqa yerlərə, daha çox mərkəzdə fars olan yerlərə bu qədər investment, bu qədər sərmayə yatırılıb, amma Bəluçistana, Kürdistana, başqa yerlərə yatırılmayıb. Yəni bu ayrı seçkiliklərdən danışdığı üçün təbii ki, bu önəm daşıyır. Təbii ki, məhdudiyyətləri də var. İranda prezidentlik, yəni ölkənin birinci insanı deyil, daha çox yəni rəhbərin, ali dini liderin söylədiyi əsasında təbii ki, davranacaq. Amma prezidentin əlində ixtiyarlar da var. Biz bilirik ki, keçmişdə su ilə bağlı, su müdiriyyəti ilə bağlı, menecmenti ilə bağlı prezidentin ciddi rolu olubdur. Çün yəni enerji bakanı, enerji naziri onun nəzarəti altında çalışır və onların ciddi rolları olur suların necə ölkədə paylaşılması ilə bağlı. Urmu gölü məsələsinə məncə Pezeşkiyanın olması özəlliklə onun qayğılarından da biri olduğu üçün təsir ola bilər. Azərbaycanlılar məncə həm də baxmadılar ki, hətta onlar ki, yəni inqilabın olmasının tərəfindədirlər və bu rejimin getməsinin tərəfindədirlər ki, məncə Azərbaycançıların hardasa hamısı bəlkə də o yöndə düşünürlər. Amma eyni halda da düşünməlilər ki, o zamana qədər bizim çevrə o qədər dözə bilərmi, dözə bilməzmi? Bunu düşünmək lazım. Məncə Azərbaycan çevrəsinin indiki İran müxalifətinin ağlı başına gələnə qədər dözmək şansı yoxdur. Yəni Urmu gölünün duzları dağılandan sonra o çevrəyə biz siyasi olaraq da, ictimai olaraq da, orada insan olaraq da yox olmuş vəziyyətdə olacaq. O yüzden keçici bir vəziyyət kimi baxmaq olar bu məsələyə, bu seçkilərə də ehtiyatla təbii ki, yəni burada nə islah tələbləri dəstəkləmək, nə İslam Respublikasını dəstəkləmək şərti ilə, bunların heç birisinə dəstək vermədən Azərbaycan məsələlərini önə sürərək bu məsələlərə görə Pezeşkiyana rəy verməyi məncə dəyərləndirmək olar bu baxımdan. Amma təbii ki, eyni halda da Azərbaycan Milli Hərəkatının diskursunu, onun çərçivəsini qurban verməmək şərti ilə. Çünki adətən sosial hərəkətlər, özəlliklə azlıqların sosial hərəkatı siyasi prosesdə aktiv və bilərək iştirak etməsələr, onların sosial bazasını, yəni paygah ictimaisini
başqa sosial hərəkətlər gəlib öz xeyirlərinə istifadə edə bilərlər. Bu çox önəmli məsələdir və bu gələcəkdə sosial hərəkətlərin həyatını əslində təhlükəyə ata bilər. O baxımdan içəridəki fəallara məncə çox şey düşür. Necə bunu, hansı çərçivədə formalaşdırırlar, hansı çərçivədə insanlara təqdim edələr. Bunlar məncə olduqca önəmli məsələdir və məsafəni qoruyaraq, məncə rejimdə məsafəni qoruyaraq bəlli səbəblərə görə, bəlli Azərbaycan millətinin mənfəətləri üçün bəlli dəstəkləri məncə vermək olar. Səməd bəy, siz nə düşünürsünüz? Bu dönəm seçkilərdə səs verib-verməmə məsələsinə necə baxırsınız? Pezeşkiyanın türk olması önəmlimi, deyilmi? Və əslində səs verilməlidir, yoxsa yox? Yəni, bilirsiniz, mərkəz qüvvələr bu Pezeşkiyana səs verməmək üçün Azərbaycanlıları utandırırlar, bu bir gerçəkdir. Həmişəki kimi bu qovmgəralıq falan bu adlar altında sanki mesela hakimiyyəti türklər qoruyur və qoruyacaq. Və əgər türklər səs verməsə hər şey bitmişdir. Amma bu gerçəklik deyil. Azərbaycanlılar vaxtilə nə Əhmədnişada, Ruhani, Rəisiyə o qədər də səs vermədilər. Mərkəzdəkilər səs verdi. Amma heç kəs nə onları suçladı, nə utandırdı. Amma indi bu mənə elə gəlir ki, Pezeşkiyanın türk olması və o saydığım kimi türk olması biraz zərərlərlə onları diskindirir və onun üçün belə söyləmləri ortaya atmışlar. Məşruiyyət məsələsini çox doğru, düzgün Ramin bəy açıqladı. Nəinki nizam məşruiyyətini millətdən almır və yıxılma ehtimalı azdır əgər millət səs verməsə, təhrif etsə. Bir tərəfdən də mən elə inanıram ki, bunu artırım ki, bu hakimiyyət özünün o inqilabın əvvəllərində söylədiyi bu ərtiş milyonunu biraz yarada bilib. Rəisinin mərasiminə baxsanız onu biraz anlaya bilərik. Öz rəy verən kəsimini oluşturub da hakimiyyət bu 40-50 ildə. Bir tərəfdən də yenə də mərkəzçilər bizi o qovmiyyətçi adlandıranda ona da bir argümanım vardı. Qovmiyyətçilik nəinki bizdə deyil, bu əslində qovmiyyətçiliyə etiraz edən bu anayasasındakı olan bu qovmiyyətçilik, tək qovmduluq əvvəl ona etirazını bildirməlidir, yoxsa sözü heç bir dəyər daşımaz. Nəinki yalnız bizdə bu qovmiyyətçilik yasal olub İranda, cinsiyyətçilik də və hətta firqəçilik də, Şii firqəsinin o birislərə bərtəriyyəti də, məziyyəti də yenə yasaldır İranda. Onlara birinci etiraz etmək lazımdır. Amma mən inanıram ki, əgər bu dəfə türklər və gələnliklə Güney Azərbaycanlılar çox qatılsa, kəsinliklə onlar nəinki hətta hakimiyyətə qalmasına yardım edirlər, bəlkə də hakimiyyətin içindəki bu uçurumun dərinləşməsinə yardım edə bilərlər. O özü də bir müsbət haldır. Amma görünən budur ki, həmişə Pezeşkiyan kimi bir insan, bu fikirlərlə və bu keçmişlə əgər bir insan gələ bilsə iş üstünə, türk kültürü, türk dilli kitabların nəşri, rahatlıqla ola biləcək. Necə ki, bu təcrübəmiz vardı öncədən də. Və ondan əlavə Azərbaycan öz siyasi ağırlığını təsbit edə bilər. Əgər bu qatılımlarda biraz faal iştirak edə bilsə. Bir başqa məsələ də həman bu yüz illərlə inkar olmuş bu türklük özünə bir siyasi bəlkə də status qazana bilər. Pezeşkiyan özü yox, özünü təyid etmək yox, onun gətirə biləcəyi o fəzanı düşünmək lazım. Gətirə biləcəyi başqa məsələlər ki, bizim yararımızadır, onları düşünmək lazım. Həm də ki, əgər Azərbaycanlılar qatılsalar, bu opozisiyana da bir mesajı vardır ki, türklər həmişə mərkəz impoza edə bilməz hər şeyi, onların tərəfindən impoza olunmaz. Bu bir də ki, səs verməsək belə o təhrim etməyən kütlə qalibafı çıxaracaq yəqin ki, və onun üçün o da bizə heç bir yaxşı bir cəhət yoxdur. Onun üçün mən siyasi belə münəzzəh tələblik deyərdim, ya pasivlikdən yana deyiləm.
o üzdən inanıram ki, özəlliklə milli fəallar hər hansı səbəbdən dolayı belə, hətta səs verməsələr, yəni onlara da haqq verirəm bir əgər səs verməsə, o sitatlarda olub, faal olub, öz sözlərini, dərdlərini danışsınlar. Yəni fürsətdir bu, bir fəza yaradır həmişə seçkilər bu sözləri deməyə, dərdləri danışmağa. Pezeşkiyana suallarını versinlər, soruşsunlar. Yəni öz düşündüklərini müxtəlif tribunlardan yəni yaya bilsinlər. Siyasi cəlbi həmişə insan eləyə bilir, biraz öz nəfinin doğrultusunda biraz dəyişdirə bilsin, azacıq da olsa. Yəni mən Pezeşkiyanın kandida olmasına olumlu baxıram. Demək, səs gətirməsi demirəm, çünki bir tərəfdən də bu səs gətirir, intixabat, seçki prosesinə də çox doğru düzgün inanmıram İranda, doğru düzgün olsun. Yəni bu təcrübə onu göstərir. Amma belə ki, bunu bir fürsət kimi dəyərləndirirəm. Əgər yığcam desəm, 100 ildir ki, iki şeyə hakimiyyətlər bizim əlimizdən almaq istəyirlər. Biri bu Türkü inkar etməkdir. Biri də Azərbaycanın o siyasi varlığını, siyasi ağırlığını zəiflətmək istəyirlər. Bu seçkilər bizim o hər ikisinə qarşı ağırlıq daşıyır özünə. Hər ikisini eləyə bilər bir azca, yəni dəyişdirsin bu oyunu bizim nəfimizə. Çox sağ olun. Çox sağ olun. Lalə xanım, mən izninizlə bir dəqiqəyə ki, vaxt buyurun. varsa, mən bir məsələni artırmaq istəyirdim. Səməd bəyin sözünün təbii ki, qüvvətində. Yəni, təbii ki, müxalif media, mərkəziyyətçi müxalif media Pezeşkiyana, özəlliklə oburlarına deyil, Pezeşkiyana, çünki bilirlər ki, Azərbaycanlılar daha çox səs verəcəklər. Yəni, səs vermə, hətta reyti az olsa da, faizi az olsa da, yenə Pezeşkiyanın səsi oburlarının təbii ki, çox olacaq və daha çox o yöndə təbliğatlarını qurublar. Məncə, içəridəki Azərbaycanlılar səs verməyə qərarında olsalar da, müxalifətin söylədikləri argumentlərdən hər hansı bir çəkinmələri olmamalıdır. Yəni, həmən müxalifət ki, bizim ana dilinin təhsilinə belə qarşıdır və bizim etirazlara rəğmən hər hansı bir məhəl qoymadan tam olaraq dediklərini söyləyirlər. Bizlərdən olmayan da, misal üçün Kürdlərdən də belə onların yanında olsa, onları belə separatçılığa, onlar söylədiyi halda ki, biz federal sistemin tərəfdarıyıq, separatçılıqda suçlayırlar. O müxalifətin hər hansı bir əxlaqi statusu yoxdur bizim qarşımızda ki, bizə hər hansı bir nəsihət vermiş olsun Azərbaycanlılar olaraq. Ona görə Azərbaycanlılar qərar verəcəklərsə, istədikləri qərarı verib, heç dinləmədən təbii ki, verə bilərlər. Bir də nəzərə almaq lazım ki, Azərbaycan Milli Hərəkatının istəkləri sadəcə siyasi inqilabla əldə olunan bir məsələ deyil. Biz uzun 10 illiklər, hardasa 100 illik bir etnik ayrı-seçkilikdən əziyyət çəkir orada insanlar, Azərbaycanlılar və başqa millətlər. Və bu məsələ sadəcə siyasi devrimlə, necə ki, İslam inqilabı oldu və o siyasi devrim bizim məsələni həll etmədi. Yəni, orada bir etnikin başqa etniyə üstünlüyü məsələsi həll olmalıdır və indiki halda Pezeşkiyan əslində bir fürsət də ola bilər. İndi onlar başlayıblar ki, Pezeşkiyanı pişəvəri ilə müqayisə edirlər, Pezeşkiyanı hər hansı bir başqa məsələ ilə müqayisə edirlər. Biraz da onlar o statusda, haşiyədə məncə davranmalıdırlar və qalmalıdırlar və Azərbaycanlılar bu məsələləri məncə nəzərə alaraq, bu fürsəti nəzərə alaraq istifadə etsinlər. Səməd bəy çox haqlı dedilər. Yəni, məsələ Pezeşkiyanın özü deyil. Məsələ orada bir etnikin güc statusu ilə, yəni güclə belə münasibətidir. Yəni, necə dəyişəndə insanların reaksiyası nə ola bilər? Necə ki, Barack Obama da Amerikada prezident olanda təpkilər oldu. Təpkilərin biri Trump'ın bəlkə prezident seçilməsi idi və ya başqa ölkələrdə də bənzər şəraitlər ola bilər. Mən daha uzun danışdım. Çox sağ olun, var olun. Təşəkkür edirəm. Hər ikinizə çox təşəkkür edirəm, Ramin bəy və Səməd bəy. Sualları cavabladığınız üçün və fikirlərinizi bizim dinləyicilərimizlə paylaşıb onlara çatdırdığınız üçün çox sağ olun. Çox sağ olun, hər